Qərbi Azərbaycan icmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və icmanın birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində Qərbi Azərbaycan əsilli gənclər, tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri adlı konfrans keçirildi. Əvvəlcə Azərbaycan dövlət himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək bildirdi ki, soydaşlarımız tarixi torpaqları olan Qərbi Azərbaycandan mərhələlərlə deportasiya olunub və bu proses zamanı ağır insan haqları pozuntularına məruz qalıblar. O vurğuladı ki, soydaşlarımızın ata-baba yurdlarından zorla qovulmaları, onların fiziki və mənəvi əzablara düçar edilməsi təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəri dəyərlərə qarşı yönəldilmiş cinayətdir. Deputat qeyd etdi ki, minilliklər boyu formalaşmış maddi-mədəni irsimiz Qərbi Azərbaycandakı azərbaycanlıların izlərini silmək üçün məqsədyönlü şəkildə aparılan siyasət nəticəsində məhv edilib. Tarixi abidələr dağıdılıb, toponimlər dəyişdirilib, qəbirstanlıqlar yerlə yeksan olunub, mədəniyyət nümunələrimiz saxtalaşdırılaraq başqa xalqlara aid edilib. Əziz Ələkbərli vurğuladı ki, tarixi ədalətin bərpa edilməsi, soydaşlarımızın öz doğma yurdlarına geri qayıtmaları beynəlxalq hüquqa əsaslanan legitim bir tələbdir. O dedi ki, bu gün uşaqların və gənclərin bu məsələlər haqqında məlumatlandırılması, onların tariximizi və hüquqlarımızı dərindən bilmələri, gələcək mübarizənin uğurla davam etdirilməsi baxımından olduqca vacibdir. Vurğulandı ki, Qərbi Azərbaycan məsələsi yalnız deportasiya olunmuş insanların deyil, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının problemidir. Bu səbəbdən hər bir vətəndaşımız bu məsələyə həssas yanaşmalı, tariximizin və mədəni irsimizin qorunmasına töhfəsini verməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında tədbirin əsas məqsədinin gənclərlə fikir mübadiləsi aparmaq, onların milli mənəvi dəyərlərə bağlılığını gücləndirmək və gələcəyimiz üçün vacib məsələləri müzakirə etmək olduğunu bildirdi. Hesab edirik ki, gənclər bu prosesin fəal iştirakçısı olmalıdır. Bugün də icma ilə birlikdə təşkil etdiyimiz bu tədbirdə biz yenə də gənclər auditoriyası qarşısında çıxış edəcəyik və qarşıdakı dönəmdə onların hansı məsələlərə diqqət etməsi, xüsusilə indi dəyişən reallıqlar dönəmində, xüsusilə dünyada gedən proseslər və bu proseslərin gəncliyin ruhuna, onun düşüncəsinə və gələcək planlarına təsir etdiyi bir məqamda milli kimlik məsələsini, yurd və onun insanın formalaşmasındakı rolunu yenidən dəyərləndirməsinə ehtiyac olduğunu onların diqqətinə çatdıracaq. Komitə sədri qeyd etdi ki, Azərbaycan xalqı birlik və həmrəylik sayəsində Qarabağda tarixi zəfər qazanıb. Bu uğurda gənclərin rolu danılmazdır. O vurğuladı ki, Azərbaycan gəncləri ölkənin inkişafında və milli maraqların qorunmasında mühüm yer tuturlar. Bahar Muradova diqqətə çatdırdı ki, Qərbi Azərbaycan mövzusu yalnız Qərbi Azərbaycanlıların deyil, bütün Azərbaycanlıların milli məsələsidir. O, gənclərin Qərbi Azərbaycanla bağlı həqiqətləri öyrənərək beynəlxalq ictimaiyyətə çatdırmalarının, bu məsələdə milli maraqları müdafiə etmək üçün üzərlərinə düşən tarixi məsuliyyəti dərk etmələrinin vacibliyini xüsusi vurğuladı. O, Qərbi Azərbaycanla bağlı həqiqətləri öyrənərək beynəlxalq ictimaiyyətə çatdırmalarının, bu məsələdə milli maraqları müdafiə etmək üçün üzərlərinə düşən tarixi məsuliyyəti dərk etmələrinin vacibliyini xüsusi vurğuladı. Digər çıxış edənlər Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğuladı. Bu prosesdə gənclərin üzərinə düşən məsuliyyətdən danışdılar. Bildirildi ki, gənclərimiz tarixi yurd yerlərimizlə bağlı məlumatlı olmalı, milli kimlik məsələsində fəallıq göstərməli və bu həqiqətlərin dünya səviyyəsində tanıdılması üçün müxtəlif platformalarda fəal iştirak etməlidirlər. Qeyd edək ki, konfransın əsas məqsədi Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin uşaqlar və gənclər arasında təbliği, zəngin tarixi mədəni irsin təşviqi, bu istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumatlandırmaqdır.